Bismillah. Bürclərin 29 aprelə ən dəqiq proqnozu və günün pul enerjisi belədir. Qoç, bugün biraz səbir tələb edir. Tələsik qərarlar maliyyədə itkiyə səbəb ola bilər. Gözləmək daha sərfəlidir. Buğa, stabil və güclü gündür. Pul baxımından yavaş-yavaş amma etibarlı artım var. Əkizlər, yeni imkanlar ortaya çıxır. Danışıqlar və əlaqələrdən pul qazana bilərsən. Xərçəng, daxili gərginlik ola bilər. Pul mövzusunda ehtiyatlı ol. Borc verməkdən çəkin. Şir, özünü göstərmək üçün əla gündür. Gözlənilməz qazanc ehtimalı var. Qız, planların işə düşür. Maliyyədə nizam və sabitlik qorunur. Tərəzi, qərarsızlıq davam edir. Pul məsələlərində riskli addımlardan uzaq dur. Əqrəb, şans sənin tərəfindədir. Pul və fürsətlər səni tapacaq. Oxatan, xərclər arta bilər. Bürcləni düzgün idarə etməsən balans pozula bilər. Oğlaq, əmək və səbir öz bəhrəsini verir. Maddi baxımdan yüksəliş mümkündür. Dolça, gözlənilməz dəyişikliklər var. Pulda həm qazanc, həm də itki ehtimalı mövcuddur. Balıq, duyğularına nəzarət et, maliyyədə realist qərarlar vacibdir. Günün pulda ən şanslı bürcləri Əqrəb, Buğa, Oğlaq. Qazanc, fürsət və pul enerjisi bu bürclərdə yüksəkdir. Günün pulda ən gərgin bürcləri Qoç, Tərəzi, Oxatan. Maddi risklər və gözlənilməz xərclər mümkündür.